Sıxıcı səhər rutinimi eləyərkən istədim sizinlə biraz söhbət edeyim. Əslində bu günləri heç sizlərin qarşısına çıxmaq fikrim yox idi. Sadəcə bu aynıradır, yəni bunun işin bilmək olmur, nəyi nə zaman eləyəcək. İlk öncə burun söhbətinə keçməmişdən əvvəl sıralamanı deyim, çünki yazmağa ərinirəm. Deməli, ilk öncə üzüyümə gelinlə üzümü yuyuram, arada dişimi fırçalayıram, sonra isə üzümü toniklə silirəm. Mən onu tonik deyirəm. Toniklə tonerin nə fərqi var, onu da bilmirəm. Toniklə silirəm. Ondan sonra isə üzümə nəmləndirici krem və günəş kremi vururam. Bu sıralama belə olur. Tapdıqlarımın da linkini storydə qoyaram. Həm Instagram, həm TikTokda. Qaldı ki, burun söhbətinə. Mən sizə bir dənə söz deyim. Bilmirəm sizlə bu barədə danışmışıq ya danışmamışıq. Mən əslində yəni kiminsə burnunun əməliyyatda və yaxud da əməliyyatda olmağının mənim üçün fərqi yoxdur. Eləcə də həmçinin özümün də. Əgər bu sağlamlıqla bağlı problem yoxdursa, mən düşünmürəm ki, elətdirə bilərəm. Gələcəkdə nə ola bilsin ki, indi nə də düşünməyin ki, sənin okey pulun yoxdur, heç əməliyyat elətdirmə, ona görə belə deyirsən. Düzdür, hardasa haqlı ola bilərsiniz. Amma pulum olsa düşünürəm ki, elətdirmərəm. Çünki yəni mənə mənasız gəlir. Yəni yaşım irəlilədikcə özümü gözəl hiss eləmək. Ümumiyyətlə mən gözəl olmaq, gözəl görünmək üçün bir dərdim yoxdur. Sadəcə təmiz olsun, üzüm təmiz olsun, yəni təmiz qoxu gəlsin, bu mənə çox bəs eləyir. İnsanlarda da həmçinin mən dəyər verdiyim şey budur. Təmiz görünsünlər və təmiz qoxsunlar. Belə.